Değerli şagirdlər, abituriyentlər, izləyicilər, Səməd Vurğunun Vaqif dramından 3-cü pərdənin qısa məzmunu ilə tanış olaq. Əsərin bu hissəsində artıq hadisələr Qacarın ordugahında cərəyan eləyir. 3-cü pərdə 3 şəkildən ibarətdir. 5-ci, 6-cı və 7-ci şəkillərdən ibarətdir. Bundan qabaqki pərdələr hərəsi 2 şəkildən ibarət idi. Burada da hadisələr müxtəlif məkanlarda cərəyan edir, gah ordugahda cərəyan edir, gah Vaqifin, Eldarın dəstəsinin dayandığı yerdə cərəyan edir. Bir sözlə bu dəfə hadisələr çöldə cərəyan edir. Yəni döyüş meydanlarında, dağda, dərədə, düzdə, burada yəni hadisələr artıq evdə cərəyan eləmir. Məlum olur ki, Tamara və 2 gürcü əsir düşübdür və Qacar Tamaraya baxır. Görünür qəşəng qadındır, amma elə buradaca güya Tamaradan bir kişi kimi zövq ala bilmədiyindən Qacar əsəbləşir. Siz bilirsiniz, Qacar xacə olubdur. Kərim xan Zənd tərəfindən deyilənə görə cavan vaxtı bəzi məsələlərə görə uşaq vaxtı atdalanıb ki, nəsli davam eləməsin. Və bu hissədə də Səməd Vurğun Qacarın övladının olmaması məsələsini dəfən-dəfən vurğulayır, həm özü dilindən, həm də Vaqifin gətirdiyi məktubda da qatır nəsləsiniz doğub törəməz deyə bir ifadə işlədir onun haqqında. Və bu da biraz əsərin dilini də, keyfiyyətini də biraz da aşağı salmış olur. Çünki bir insanın fiziki qüsurunu bu şəkildə üzünə söyləmək və ümumiyyətlə fiziki qüsurundan dolayı insanın belə deyək, keyfiyyətsiz birinə çevrilməsini, qan içən birinə çevrilməsini söyləmək o qədər də doğru deyil. Üstəgəl hələ bu hissədə daha çox vurğulanır ki, necə Qacar özünü İran hökmdarı hesab edir, milli kimliyindən imtina eləmiş olur, amma tarixdə dediyim kimi belə olmayıb. Rəncəvinin Xacə Şah əsərini oxuyanda görürük ki, Qacarın farslara qarşı böyük nifrəti, qəzəbi olubdur və Şuşaya hücum eləmiş olsa da Şamaxıyada buraların türk diyarı olduğunu, ümumiyyətlə burada Azərbaycan torpaqlarını, Azərbaycan türklərinin yaşadığı əraziləri bir vahid dövlət altında birləşdirmək məqsədi ilə hərəkət eləyibdir. Üstəgəl də dövləti İran dövləti yox, o dövrdə dövlətlər sülalələrdən adlanırdı və buna Qacarlar dövləti deyirdilər. Burada Səməd Vurğun sanki bizə Qacarı yad, düşmən, fars hökmdarı kimi təqdim eləyir. Əksinə gürcüləri bizdən dost kimi, qardaş kimi təqdim eləyir. Bu da dediyim kimi sosializmin təbliğat maşınının bizdən tələb elədikləri idi. Biz bu hissədə görürük ki, Eldarın dostları Kürt Musadır, erməni Arşaqdır. İlyas da ki, dəstəsində daha bir adam İlyas, o da haindir. Zaten sonra döyüş meydanında Qacarın ordusu ilə döyüşəndə Eldarı öldürmək istəyəndə Kürt Musa İlyası öldürmüş olur. Onun gülləsi açılmır. Ondan da Kürt Musa öldürmüş olur. Hətta İlyas bu hissədə daha bir pis hərəkəti ilə təqdim olunur. Güya deyək ki, casus kimi gəlmiş bir adam cəmaatın bir qarını, bir inəyini əlindən almış olur və orada da özünü gözü kölgəli eləmiş olur. Bu vaxtda Arşaq da İlyasdan şübhələndiyini, İlyasın yaramaz biri olduğunu dilə gətirmiş olur. Bir sözdən bu hissədə Gürcü, Erməni, Kürd, bunlar dostdular, qardaşdılar. Qacar pis adamdır, İlyas pis adamdır, İbrahim pis adamdır, İbrahim xan. Yəni bir sözdən xalqı öz nümayəndələrinə düşmən kimi təqdim edir. Vaqif Səməd Vurğun bəy əsərdə ermənini, gürcünü, kürdü isə bizə dost kimi təqdim eləyir. Burada vəzir obrazı var. Vəzirə aid bir söz var. Tez-tez deyir ki, sizdə buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacarın yenə deyirəm, türklərə, yəni öz xalqına yuxarıdan aşağı baxır. Deyir, yox, bir patavalı çoban, bir ölkə, böyük bir dosilər yaratdı bəlkə. Vəzir də deyir, şahım, siz özünüz Azərbaycanlı, Qacar ki, imtina edir. Nə, mən.
Çoxdandır atmışam onun üstündən. Bu da tarix üçün, Qacar üçün bir ləkədən başqa bir şey deyil. Sonra məlum olur ki, bu Qacar məktub yazmış İbrahim xana, yəqin ki, təslim olmaqla bağlı. Vaqif də ona şeirdən cavab yazmış olur. Vaqif burada çox vəzir öyür ki, çox hər bir elmə vaqif biridir, özü də şairdir. Və aldığı məktubu da, gələn məktubu da oxumaq istəyirəm sizə. Aldıq məktubunu Məhəmməd Qacar, Tərlan oylağında sar ola bilməz. Bu dünya qalmamış ulu şahlara, zülm də, zalım da var ola bilməz. Göydən başımıza odlar da yağsa, bu ellər baş əyib xar ola bilməz. Mayan tur şayran da zatın qırıqdır, söyüd ağacında bar ola bilməz. Başını, basma ayağını bizim torpağa, ilandan, əqrəbdən yar ola bilməz. Belə bir məktub yazılmış olur. Qacar da Cəhirsini soyutmaq üçün gürcüləri gətirib döyüşdürmək istəyir. Burada Şəliko və kiçik əskər, bunlar qardaş olurlar. O biri əskər balaca qardaş olur. Qacar onlara belə bir şərt kəsir ki, kim o birini öldürsə azad olacaq. Elə qardaşlar məcbur döyüşmək istəyirlər ki, burada bir iqtişaş qalxır. İqtişaş qalxdığı üstün gəlib bir əskər, deyək ki, İran ordusundakı, daha doğrusu Qacarın ordusundakı bir əskər gəlib belə bir şikayət edir. Bəsdir vuruşmaqdan yorulduq daha, var kör vicdanın baxsın Allaha. Arvad uşağımız İranda acdır, bir parça çörəyə suya möhtaçdır. Bəsdir bir doymadın içdiyin qandan, Qacar qılıncını çıxarır. Hain, sən orduya fitnə salırsan, burada ara qarışır, qapıçı Tamaranı və bu iki əskəri qaçırdır. 6-cı şəkil artıq qaçaqların məkanıdır. Burada Kürt Musa yumor hissi güclü olan bir adam kimi təqdim edilir. Məlum olur ki, o hamını əyləndirir və Eldar da ona çox böyük dəyər verir. Deyir ki, qəhrəmanlıq əslində sən yaraşır, amma mənim adıma çıxır. Burada dediyim kimi İlyasın da inək kəndlinin qarının əlindən almasın söylənilir. Orada düzdür, Eldar onu bağışlayır. Əvvəlcə silahını əlindən almışdı və bu məqamda deyirəm ki, Arşaq da hətta dəstək vermiş olur. Elə bu söhbət məqamında gürcülər gəlib çıxırlar. Eldar gürcüləri qardaş kimi, dost kimi qarşılayır. Halbuki həmin ərəfələrdə dediyim kimi gürcülər Qacardan qabaq Azərbaycan torpaqlarına tez-tez hücum edirdilər və gürcülərin güclənmiş gürcülər Azərbaycan türklərinə ciddi şəkildə nətərliyini zulm edirdilər. Bunu heç kəs bilməmiş deyil. Yəni, bu vaxt gürcüdən, Azərbaycanlıların dostluğundan söhbət gedə bilməzdi. Güya deyəndə əsərdə belə göstərir. Eldar onlara Kürt Musaya tapşırır ki, bunları apar ötür. Şaliko, Tamara da söz verirlər ki, gedib ordu götürüb gələcəklər 3 günün içərisində qoşulacaqlar Qacara qarşı vuruşmağa. Bu dediyim kimi sosial siyazmin tələbi idi. Bir-birinə Sovet İttifaqında olan xalqları bir-birinə dost göstərmək, yüksək təbəqəni düşmən göstərmək, bu o dövrün siyasətinin tələbi idi və o cürdə əsərlərdə də bunlar təbliğ olunurdu və bugün çox da bu məsələlər havada qalmış olur. Sonra demək ki, bir hadisə baş verir. 7-ci şəkildə Qacar məkanıdır, ona bir qoca gəlir, şikayət edir. Bu söhbət də çox havada qalır. Çünki qoca gəlir, deyir ki, niyə yandırırsan eli obanı, Qacar da buna acıqlanır, qovur və salam. Sonra sərkərdə gəlir. Həmən bir məsələni deməyi unutdum. Demək, 5-ci pərdədə Əli bəydən, Əli bəy xəbər gətirir Eldara ki, bəs siz də arxadan Əsgərandan hücum edir. Mən biraz bilmirəm, Əsgəranda olmuşam, amma bu strategiyanı Səməd Vurğun nə cür düşünüb, Əsgərandan nətər gəlib Qacarın ordusunun arxasına keçmək olur. Ben onu çox da təsəvvür edə bilmirəm. Belə bir tapşırıqdan gəlmiş olur Əli bəy. Eldar da söz vermiş olur. Və bu 6-cı şəkildə biz görürük ki,
Daha doğrusu 7-ci şəkildə. Bəs Qacar sərkərdə deyir ki, o tərəfdən də Eldar hücum eləyir, ona görə biz geri çəkilməliyik. Yəni biraz özümüzə e, e, yəni ehtiyatlı olmalıyıq. Amma elə bu xəbərin arxası ilə də qapıçı xəbər gətirir ki, bəs Qarabağın şeyxi gəlibdir, onlar təslim olublar. Yəni İbrahim xan qaçıbdır, onlar da gəliblər ki, yəni bəs biz təslim oluruq, şəhərin qapıları sizin üçün açıqdır. Qacar da e, çox sevinir, deyir ki, bələdçiliyə gedək, amma burada Qacarın ordusundan Teymur adlı bir əskərdən başqa bir əskər, adı olmayan bir əskər mübahisə edirlər. Elə Teymur deyir ki, biz nə qədər bu padşahdan ötürü döyüşəcəyik, bəs belə. Əskər də bundan cırdıyır ki, sən orduya ixtişaş salırsan, sən hainsən, başlayırlar döyüşməyə. Güya Qacarın ordusunda təfriqə düşür və bunlar döyüşərkən Eldar da gəlir. Teymurun adamları Eldar tərəfə keçirlər. Teymur və onun tərəfdarları Eldar tərəfə keçirlər. Bu arada İlyas da dediyim kimi Eldarı burada öldürmək istəyir, amma gülləsi açılmır. Kürt Musa onu öldürmüş olur. Elə bu məqamda da başqa bir Əli bəydən bir xəbər gəlir Eldara ki, Eldar bəs siz geri çəkilin, İbrahim xan Dağıstana qaçmışdır. İbrahim xan Dağıstana qaçdığını yaddan çıxarmayaq, əvvəlcədən şeyx demiş olur Qacara ki, Dağıstana qaçıbdır. Burada yenə Arşakın sözü var. Arşak deyir, hiddətlə deyir ki, ah namərd. Deməli, boş qaldı qabaq. Ki, yəni Arşak bizim tərəfdəndir, Kürt Musa bizim tərəfdəndir. Məhəmməd Şah Qacar düşmandır. Belə bir yəni hadisələrin belə ardıcılığı var. Eldarın son sözlərindən bitir. 7-ci şəkil deyir, yox, yox, basılmaz vətən, hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə, bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərsimizdə 4-cü pərdə ilə tanış olacaq. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.